Eyvallah basırdılar, ölünün haqqı basdırılmaqdır. Amma baxırıq ki, bəzi qardaşlar, bəzi əmilər, bəzi ailələr düz basırmırlar. Elə bil məsələn cənazəsini dəfn edilir, böhründən də 5 adama, 6 adama, 10 adama yer tutur. Eyvallah bir adam məsələn yer tutmaq istəyirsə də, ərdi arvadına biləm tutsun. Yəni bir adamlıq əgər ona da ehtiyac yoxdur yeri gələndə. Bilmək olmur dünyanın işlərini. Yəni dedi ki, sizli, bizli bu məsələyi inşallah həll eləyək. Çünki hamımızın axır nöqtəmiz, axır yerimiz qəbristanlıqdır. Yəni elə bir şey yaradaq ki, burada bizdən sonra gələn nəsillər desinlər ki, Allah bunlara rəhmət eləsin. Bu işləri gördülər, bunu yaratdılar, bunu qoydular. Gənə deyirəm, heç kimin biz xətrinə dəyməyə, nə də kiminsə də qəlbinə dəyməyə yığılmamışıq. Sadəcə bu bir dənə bizim dərdimizdir ki, bu həll olasıdır. Yəni həll eləmək lazımdır bunu yolunla. Təbii ki, o məsələlər ki, indi qurulub, onun yəni sökülmək ehtimalı yoxdur. Yəni biz deməyirik kimsə də gəlsin buradan qurduğu çardağı və yaxud qurduğu nafesi söksün, aparsın. Yox. Sadəcə onlar o adamlar ki, məsələn, çardaqsız yer tutublar, zəncirləyiblər, özləri məsələn gəlsinlər, müraciət eləsinlər ki, məsələn, biz də sizə qoşuluruq, sizə dəstək veririk, bu yerlərə qənaət olunsun. Yəni əsas məqsədimiz, amacımız budur. Ən gözəl el obadır, Marnol gözəl bir yerdir, gözəl bir məkandır, mehriban xalqı var, gözəl insanlar yaşayırlar burada, gözəl insanlar yaşayıblar, Allah keçənlərə rəhmət eləsin. Yəni buna görə mən sizinlə dedik bir cavanlarla, ağsaqqallarla məşvərətləşək, bu məsələyi yoluna qoyaq. Çünki bir məsələyə biganə qalmaq olmur. O deyir mənim nə işim var, bu deyir mənim nə işim var, onda əmələ gəlmir. Bəzi məsələləri gələk bəzi adamlar yolunla, izinlə, qaydasıyla həll edirlər. Əsas məqsədimiz budur. İnşallah ümid eləyirəm ki, lazım olsa bir dəfə yenə yığılarıq, 2 dəfə də yığılarıq. Elə o adamlar ki, məsələn, yer tutublar, onlar da elə dəvət eləyərik, onları da rahat başa salarıq da bu məsələ öz həllini tapar. Yəni, Hakim müəllim, biz belə düşünürük, yəni, amma elin obanın özünün əlindən, yəni bu hamının yeridir, hamıdan ötürüdür. Yəni burada bir nəfər, 2 nəfər məsələsi deyil. Yəni kimin kimə ərki çatır, başa salsın. Bunun ən gözəl yolunu bayaq da dedim mən. Ən gözəl yolu budur ki, kimisə də dünyasını dəyişən olanda, o ki qəbir qazan qardaşlara müraciət edirlər, o desin ki, burada məsul adamlar var. Ya axunddur, ya molladır, ya indi gələcəkdə axranım olacaq, kim olacaq? O deməlidir ki, ölü yəsi, məni bağışla. Mən onun icazəsi olmadan qaza bilmərəm. O gələk göstərə, yeri mənə deyə hardan qazmaq lazımdır, nətə qazmaq lazımdır, mən onda qaza bilərəm. Yəni bundan da heç kəs incimə. Bu birinci etapdır, birinci məsələdir. Qaldı ki, sonraki etaplarda da nə cürə həll olar, İnşallah ümid edirəm ki, çox gözəl bir şəkildə yoluna qoyular. Yəni bizdən bu qədər.